Oyunu hansısa böyük bir şirkət ilə birlikdə gəlişdirirsiniz, ya sadəcə özünüz? Oyunu heç bir şirkətlə gəlişdirmirik. 6 kişilik ekibi, əlavə olaraq qıraqdan, xaricdən dəstək aldığımız 2 kişilik ekibimiz var. Reallığa nə qədər yaxın olacaq? Tarixi faktlara əsaslanaraq yoxsa alternativ ssenari olacaq? Reallığa bir o qədər yaxın olacaq ki, necə deyim sizə, orada döyüşdə, yəni rolu gedən əsas mövqelərə qədər, yəni önəmli olan təbii ki, Füzuli istiqamətində gedən döyüşdəki incə detalına qədər hamısı birəbir, istər ssenari formasında, istər ssenari formasında, istər sinematik formada, istər oynanış formada birəbir əks olunacaq oyuna. Sistem gərəksinimləri nələr olacaq? Prosesor i7, ekran kartı isə RTX 3050. RAM olaraqdakı 16 GB operativ yaddaş. Tarixi personajlar və real hadisələrə oyunda necə əks olunacaq? Tarixi personajlardan bütün döyüşdə iştirak edən, yəni əsas olaraq 100 nəfəri götürürük. Onlarla danışıq olacaq, onlarla səsləndirmə olacaq. Çünki oyunda birəbir səsləndirməyə qədər, incə detala qədər işləyəcəyik. Onların bir-bir ssenari üzərində qurulmuş səsləri qayda olunacaq, oyuna aktarılacaq. Oyunun gəlişim sürəcində hal-hazırda biz görsel olaraq, animasyon olaraq hal-hazırda gəlişim eləmişik. Əlavə olaraq səsləndirmə. Oyun Azərbaycan dilində olacaq, ingilis dilində alt yazı ilə çıxacaq. Oyun hekayə və onlayn olacaq. İlk olaraq hekayə tərzində çıxaracağıq. 22 saatlıq oynanış, sırf sinematik səhnələrlə oyunun irəliləyişi, gedişatı hamısı hekayə tərzində olacaq. Multiplayer versiyonunu da iləride 3 aydan sonra və ya 4 aydan sonra update-də, yəni güncəlləmədə onu gətirməyi fikirləşirik. Oyunun yüklənməsi, yəni sırf Steam platforması üzərindən yayınlanacaq oyun. Steam və Epic Games üzərindən yayınlanacaq. Demo versiyası 2 saatlıq oynanış bu ilin 8 noyabrında çıxacaq. Qalan full versiyası da ki 2026'nın 8 noyabrında full versiya 22 saatlıq oynanış çıxacaq. Ardınca da multiplayer versiyonu və App Store Play Market versiyonu gələcək. Biz Steam'də ön satışı başlatmamışdan qabaq istəyirik Play Market üzərindən App Store Play Market üzərindən ön satışı keçirək. Demo versiyasını müəyyən bir şəxslər olacaq ki, həmin şəxslər o ön satışdan yararlanaraq həm bizə dəstək olacaq oyunu gəlişdirməyimizə, həm də ki oyunu öncədən aşağı bir qiymətdən almış olacaqlar. Demo versiyonunu denemək üçün. Demo versiyonu hər kəs deneyə bilməyəcək 2 saatlıq oynanışı. Sırf o alan şəxslər həm demo versiyonuna sahib olacaq, həm 2026'da çıxan oyunun full versiyonuna sahib olacaq. Onu da biz Play Marketdə, App Store'da ön satış olaraq çıxaracağıq. Ön satışda həmin misal üçün 15 dollardan alacaqsınızsa, oradan sizə Steam Key olaraq gələcək. Həmin demonu o sürəcdə yoxlaya bilərsiniz. Uğurlar sizə də, bizə də. Все.